Deməli, yeni dövr birinci mərhələyə aid olan testlərimizin izahına baxaq. Birinci sualda bizə deyir ki, yeni dövr Azərbaycan ədəbiyyatının birinci mərhələsi ilə bağlı yanlış fikri istəyir. Dövrlə bağlı videomuz da var, mövzu izahımız da var. Onu da göndərəcəm. A variantında deyir ki, Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr həmin dövrün ədəbiyyatında öz əksini tapmışdır. Bəli, bu tamamilə doğru bir fikirdir. Deməli, nəzəri bölmələrdə biz bu fikirlə, bu cümlə ilə eynilə tıpatıp qarşılaşırıq. B-də deyir ki, bu dövrdə xalq yaradıcılığı böyük vüsət almışdı. Bu da doğru bir fikirdir. Dastan yaradıcılığının qızıl dövrü adlandırılan bu yüzilliklərdə şifahi ədəbiyyat demək olar ki, bütün janrlarda böyük uğurlar qazanmışdı. Bəli, bu da tamamilə doğru bir fikir. Ümumiyyətlə, birinci mərhələ dastan dövrünün qızıl dövrü adlandırılır. D-da deyir ki, xalq yaradıcılığı, mövzu, məzmun və forma baxımından özündən əvvəlki ədəbiyyatımızdan xeyli fərqlənirdi. Bəli, bu da doğru fikirlərdən biridir. Çünki özündən əvvəlki dövrümüz Füzuli dövrü idi, Sufiyanə dövrü idi. Müasir dövrümüz isə yeni dövrün birinci mərhələsi. Artıq o belə deyək də, Sufiyanə məhəbbətdən kənara çıxıb, artıq real məhəbbətdən söhbət gedirdi. Bu da doğru bir fikirdir. Bizim burada yanlış cavabımız olacaqdır. Deməli, Y variantı qəhrəmanlıq dastanı Kitabi Dədə Qorqudun formalaşması bu dövrdə başa çatmışdır. Bu yanlış bir fikirdir. Çünki Kitabi Dədə Qorqud bu mərhələyə aid olan bir dastanımız deyil. Kitabi Dədə Qorqud qədim dövrə aiddir. Keçdik ikinci sualımıza. Sual işarəsinin yerinə hansı fikirlər yazıla bilər? Məsihini verib, Sahib Təbrizini verib və Qövsü Təbrizini verib. Bu hər üçünə də aid olan fikri bizdən tələb eləyir. Hər üçü üçün ortaq fikir istəyir. Birinciyə baxırıq. Deyir, əsərlərində humanist ideyalar, insana hörmət, sevgi hissləri geniş əksini tapmışdır. Biz bu fikri hər üç, belə deyək də, ədibimiz üçün aid eləyə bilərik. İkincisi, deyir, Füzuli ənənələrini davam etdirmişdilər. Bəli, bu da doğru bir fikirdir. Biz adətən yeni dövrdə deyirik ki, burada məsəl üçün qəzəllə qoşmanın müqayisəsini götürsək, qəzəl artıq köhnəlir və onu üstələyən qoşma janrı olur. Ancaq bu o demək deyildi ki, yeni dövrdə artıq tamamilə Füzuli ənənələrindən xaricə çıxırıq, tamamilə onlardan uzaqlaşırıq. Bunu deyə bilmərik. Məhz elə bu sözün sübutu, bax bu üç şairimizdir ki, bunlar həmin dövrdə, baxmayaraq ki, yeni dövrdür, həmin mərhələdə Füzuli ənənələrini davam etdirirdilər. Və burada bizim doğru cavabımız olacaqdır 1 və 2-də verilən fikirlər. Digərlərinə də baxırıq. Yalnız deyir, lirik növdə yazıb yaratmışdı. Bu fikri biz hər üçünə də aid eləyə bilmərik. Niyə görə? Əslində bunun bir səbəbi var. Səbəb də ondan ibarətdir ki, Məsihinin Vərqa və Gülşah poeması var. Və o da epik növdə olan əsər olduğuna görə 3 burada pozulur. Heca vəznində əsəri var da, bunlar Füzuli ənənələrində yazıblar, əruzdat əsərləri. Beləliklə doğru cavab olur C bəndi 1 ilə 2-ci. Keçdik indi üçüncü tapşırığa. Deyir, bu dövrdə qəzəlin yox, qoşmanın diqqət mərkəzində olması ədəbiyyata nələr qazandırdı? Baxaq görək nələr qazandırıbdı. Baxıram birinciyə. Deyir ki, birinci fikirdə heca vəznində yazmaq şairlərin yaradıcılığında ön plana keçdi. Bəli, bu doğru fikirlərdən biridir. Artıq bütün insanlar dəb olduğuna görə keçmişdilər hecaya. 2-yə baxıram, deyir, mürəkkəb məcazlarının anlaşılıqlı ifadələr bədii təsvir və ifadə vasitələrini əvəz etməyə başladı. Bu da doğru fikirdir. Adətən biz orta dövrdə, qədim dövrdə uşaqlarda belə çətinliklə üzləşirik ki, onlar yazılan əsəri başa düşə bilmirlər ki, burada hansı söz deyildi, hansı ifadədir. Məcburuq ki, bunu biz lüğət vasitəsilə izah eləyək. Amma yeni dövrdə artıq o mürəkkəb sözlər, söz birləşmələri, izafə tərkibləri olmadığına görə dil həqiqətən anlaşılıqlı olur. Bu da doğrudur. Farsça yazmaq ənənəsi zəiflədi, ana dili üstünlük qazandı. Bu dövrə aid deyil. Ümumiyyətlə, farsça yazmaq ənənəsi orta dövrə aiddir. Onsuz da ki, farsça yazılmırdı ki, ana dili orta dövrdə başlayıb artıq üstünlük qazanmağa. Bu yeni dövrə aid söhbət deyil. Yaranan əsərlər aydın, sadə xalq dili əsasında, bəli, düzdür. Nizami Gəncəvi ənənələrinə qayıdış gücləndi, xeyr. Yəni, nə əlaqə Nizami Gəncəvi? Doğru cavabımız olur burada B bəndi. Keçdik indi 4-cü suala. Bax, burada 4-cü sualı. Aha, biri deyir, məntiqi ardıcıllığı pozur.
Baxıram burda nəyə? Koroğlunu verib, Aşıq Qərib, Abbas Gülgəz, Əsli Kərəm, Şah İsmayıl. Aha. Bu həmin dövrün, yəni yeni dövrün birinci mərhələsində yaranan dastanlarımızdır. Bunların məntiqi ardıcıllıq nədir? Bu sevgi dastanıdır, bu sevgi dastanıdır. Aşıq Qərib, Əsli Kərəm, bir dənə burada qəhrəmanlıq dastanı Koroğludur. Keçdik 5-ci suala. Orta dövr Azərbaycan ədəbiyyatı ilə yeni dövrün birinci mərhələsi Azərbaycan ədəbiyyatı üçün ortaq cəhət istəyir bizdən. Baxırıq, ənənəçiliyin və novatorluğun olması bu məsələ yeni dövrə aiddir. Dastan yaradıcılığının qızıl dövrü sadəcə yeni dövr. Ana dilində ilk əsərlərin yaranması bu sadəcə orta dövrə aid olan məsələdir, yeni dövrdə yoxdur. Qoşma janrında əsərlərin yazılması, bəli, bu hər iki dövr üçün ortaqdır. Bu dövrdə Vaqifin, Vidadinin yaradıcılığında görürük biz qoşmaları. Eyni zamanda şifahi xalq yaradıcılığında, şifahi xalq ədəbiyyatında, qədim orta dövrdə də məsəl üçün Dirili Qurbani nümunə gətirə bilərik. Şah İsmayıl Xətainin yaradıcılığında var idi. Belə. Realizmin yaranması da əlbəttə bu yalnızca yeni dövrə aiddir. Keçdik 6-cı tapşırığa. Hansı aşıq özünü bayatıda İmadəddin Nəsimiyə bənzədir? Bu yenə belə deyək də, dərsin içindən olan bir sualdır. Sarı aşığı idi burada. Nəsimi də deyirəm sayılandı. Nəsimi tək deyir bu aşıq. Nə bilim, nəyin yolunda soyulandı. Bunu konkret olaraq oradan əzbərləmək lazımdır. Sonra keçdik 7-ci suala. Xalq yaradıcılığı ilə bağlı hansı fikir yanlışdır? Səhv fikir istəyir bizdən. Yeni dövrlə bağlıdır. Baxırıq A variantına. Deyir, xalq yaradıcılığı nümunələri yalnız Azərbaycan dilində yazıya alınırdı. Aha, elə bax, yanlış fikir budur. Çünki orada bizim dərsimizdə belə bir fikir var ki, Azərbaycan xalq nümunələri gürcü dilinə, erməni dilinə də tərcümə olunurdu. Tərcümə deyəndə, yəni həmin dillərdə yazıya alınıb o xalqların da belə deyək də ədəbiyyatına yol tapmışdı. Amma burada deyir yalnız Azərbaycan dilində, bu yanlış fikirdir. Digərləri isə doğru fikirlərdir. Qonşu xalqlar aşıqları, türk nümunələri təsiratlı öz dillərində əsər yazılır. Bu var idi. Lirik şeirlər zəmanənin keşməkeşlərini əks olunurdu. Bəli, düzdür. Məsəl üçün elə orada Sahib Təbrizini və digərlərinin yaradıcılığında görürdük ki, dünyanın ən vəfasızlığından falan danışılır. Lirik folklorumuzun müraciət etdiyi mövzular fərqlidir. Bəli, hər mövzuya müraciət var bu dövrdə. E variantı da yenə doğru fikirlərdən biridir. Keçdim 8-ci suala. Cümləni bir necə tamamlasaq alınan fikir doğru olar. Baxırıq. Deyir 17-ci əsrin əksinə olaraq 18-ci əsrdə, yəni yeni dövrün bu mərhələsini bundan fərqləndirən nədir? Baxıb görürük, burada da elə doğru cavab olur. A variantı, yenilik, novatorluq daha güclü və aparıcı idi. Bəli. Yenilik, novatorluq daha çox 18-ci əsrdə öz əksini tapır. Ənənəçilik 17-ci əsrə aid idi. Tarixi epik poemalar ortaq idi. Füzuli tezimi hələ qırılmamışdı. Xəlqilik gücü hər ikisinə aiddir. Bu A variantı isə əsas fərqləndirən məqamdır ki, novatorluq 18-ci əsrə aiddir. 9-cu sualda Aşıq Abbas Tufarqanlıdan verilmiş bir nümunə var və deyir ki, bununla bağlı hansı fikri əminliklə demək mümkündür. Nümunənin yazıldığı əsri əminliklə deyə bilərikmi? Bəli, deyə bilərik. Bəli, əlbəttə demək mümkündür hansı əsrdə yazıldığını. Yəni yeni dövrün birinci mərhələsində rahatlıqla tapa bilirəm. Daha sonra burada deyir ki, nümunənin janrını. Janrı da biz bilirik ki, istənilən bir şeirin janrını tapmaq bizim üçün çox sadədir. Hardan tapırıq janrı? Əlbəttə, baxıb görürəm ki, birinci deməli misrada C ilə əvəz olunubdur. Düzdürmü? Aha. İkincidə nə ilə əvəz olunubdur? Görürəm ki, ikinci də yenə C gəlir, C gəlir, C gəlir. Burada bir fərqlənmə var. Bu da olsun, B olsun. Görürəm ki, bu qoşmanın orta bəndinə oxşuyur. Yenə də daha dəqiq əmin olmaqdan ötürü neynirəm? Hecaları sayıram. Baxıb görürəm ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Aha, 11 dənə də deməli hecan varsa, deməli bu nə janrındadır? Qoşma janrındadır. Bunu tapdım, bunu tapdım. Bəndin aid olduğu şeirin vahidini tapa bilərəmmi? Yəni deyir ki, bu bənd neçə vahidlik deməli şeir formasında olur. Biz bilirik ki, qoşmalar adətən 3-5 bənddən ibarət olurlar.
Bu deməli bunu da doğru variantda tapa bilirəm. Baxıram 4-ə, deyir yer aldığı şeirin son bəndi olduğunu, əminliklə demək olarmı? Son bəndi olduğunu, bəli, əminliklə deyə bilirəm. Hardan deyirəm? Abbasa əsasən deyirəm. Qoşmanın son bəndində mütləq müəllifin adı və ya təxəllüsü qeyd olunmalıdır. Elə hamısı doğrudur. Cavab olur C bəndi. Molla Vəli Vidadi ilə bağlı hansı fikir cədvəlin sol hissəsində sağ hissəsi, yəni doğruda verib əslində yanlışdır. Baxırıq, realizmə meyil onun yaradıcılığında daha qabarıq üzünü göstərir. Bu düzdür, niyə yanlış olsun? Həm məruz, həm heca vəzinə yazdıq, düzdür. Zəmanəsində ziddiyyətləri əks etdirdiyi əsərlər var, bəli. Onun kədəri çox zaman vətəndaş kədəridir, şəxsi səciyyəlidir. Vətəndaş kədəri şəxsi səciyyəli olmur. Vətəndaş kədəridirsə ictimai səciyyəli olur, şəxsi olmur. Müsibətnaməsi var, var. Doğru cavab oldu D bəndi. Keçdik indi 11-ci suala. Bir Xətaini Dəhnamə poemasındakı ideya odur ki, insan mübarizə, dözüm sayəsində xoşbəxtliyə çata, uğurlu ola bilər. Aha. Altından xətt çəkilən hissə hansı əsər üçün də ideya ola bilər? Bu Vərqa və Gülşah poemasına aiddir. Orada da əsas ideya budur ki, səbir etmək sonunda insanı xoşbəxtliyə apara bilir. Vərqa və Gülşah öz məhəbbətləri uğrunda böyük mücadilələr edərək, böyük mübarizə apararaqsa ən sonunda qovuşub xoşbəxt ola bilirlər. Keçdim 12-ci suala. Eyler-Venn diaqramında sahib Təbrizi ilə Molla Vəli Vidadini verib. Baxaq görək bizdən uyğunluğu istəyir, yəni doğru xanada yazılmış fikri tələb eləyir. Baxaq. Bizə deyir ki, qəzəl də yazmışdır. Qəzəl də yazmışdır. Bunu sadəcə sahibə veribdir. Niyə? Molla Vəli Vidadinin qəzəli yoxdurmu ki? Bir yanlış variantdır. Birləri atdıq. Deyir dövrün haqsızlıqlarını əks etdirdiyi əsərlər yazıb. Bu hər ikisinə aiddir. Doğru fikirdir. Öz dövrün Füzulisi sayılırdır. Səhv yerdə yazılıb. Vidadi yox. Bu fikir sahibə aiddir. Ona görə doğru cavab olacaq burada 2. Keçdik indi növbəti suala. 13. Nə deyir bizə? Deyir verilən fikirləri doğru və ya yanlış olma baxımından uyğunlaşdırın. Aha. Baxaq görək. Nə deyir bizə? Deməli, birinci fikrə baxıram. Deyir, ciddi ictimai problemlərə münasibət dastanlarımızda daha qabarıq əks olunmuşdur. Bu doğru fikirdir. 1-ə yazdıq. D. Bu doğrudur. Qətran Təbrizi sənətə qiymət verməyən zəmanəyə qarşı etiraz səsini ucaldırdı. Bu doğru fikirdir, bəli. Var idi orada elə əsərlər. Bu dövrdə nağılların sujeti mənzum hekayələr üçün də mənbə rolunu oynayırdı. Bəli, bəli. Bu da çox doğru fikirlərdən biridir. Çünki biz deyirik ki, yeni dövrdə xalq, belə deyək də, ədəbiyyatımız, yazılı ədəbiyyatımız bizim xalq yaradıcılığımızdan bəhrələnmişdi. Hər üçü də doğrudur. Bu hansı varianta uyğundur? Deməli, C yox, D bəndinə uyğun gəlir. Aha. Sonra keçdik 14-cü suala. Lirik folklorumuzun müraciət etdiyi mövzular sırasında verilə bilməz. Vətən həsrəti var idimi? Vətən həsrəti var idi. Təbiət təsviri var idi. İlahi məhəbbət yox idi. Bu lirik folklorumuza aid deyil. Bu Sufi dövrə, Füzuli dövrünə aiddir. Zahiri görünüşün təsviri, bəli, elə konkret biz zahiri görünüşün təsvirinə Molla Pənah Vaqifin gözəlləmələrini deyə bilərik. Haqsızlığa qarşı nifrət əlbəttə ki, var idi. İşte 15-ə deyir, bir məclisə varsan özünü öymə, şeytana bac verib kimsəyə söymə, qüvvətli olsan da yoxsulu döymə, demək ki, zorluyam, qolum yaxşıdır. Təhlilə aiddir deyir, yəni doğru olanları istəyir bizdən. Biz buradan doğru olan fikirləri tapmalıyıq. Baxaq görək nə deyir. Təcnis janrındadır. Təcnis janrındadırmı? Bir baxaq görək. Təcnis ola bilməsi üçün təcnis sözü ümumiyyətlə təcnis janrında ola bilməsi üçün burada yazılışca eyni leksik mənaca fərqli sözlər olmalıdır. Yəni təcnis cinas qafiyədən ibarət olmalıdır. Görürəm ki, burada cinas qafiyə yoxdur. Deməli bu təcnis deyil. Baxıram B-yə. Deyir bənddən atamım qafiyədən istifadə olunub. Öymə, aha, baxdım. Söymə, döymə. Fikir verib görürük ki, burada öymə, yəni hər üç misrada da təkrar olunubdur. Bax, bunları çıxartdığım zaman öymə. Fikir verirsiniz, 2 dənə heca var burada. Bu 2 heca da eyniyyət təşkil edirsə, deməli bu natamam deyil axı. Natamam və ya yoxsul qafiyə yalnızca bir hecanın səsləşməsi idi. Bax belə.
Bunu müəyyən etmək üçün diqqətli olmaq lazımdır. Əgər tutaq ki, burada sadəcə əylər, səsləşsəydi, elə bir qafiyə sistemi olardı ki, burada sadəcə əylər uyğun gələrdi bir-birinə. O zaman deyərdik ki, hə, bu yoxsul qafiyədir. Amma görürük ki, burada yoxsul deyil axı. Hamısı bir-birinə ən az 2, belə deyək də, heycada səsləşmə var. Deməli, bu yoxsul yox, nə qafiyədir? Tam qafiyədir. Zəngin qafiyə və yaxud da ki, tam qafiyədir. Bu da səhv variantdır. Müəllif təvəzzökarlıq kimi müsbət keyfiyyətdən söz açır. Bəli, bu doğru bir fikirdir. Burada niyə yanlış olsun ki? Düzdür. Altından xətt çəkilən misradakı fikir şeirin ümumi məzmunundan kənara çıxır. Şeytana bac verib kimsəyə söymə. Yox, kənara niyə çıxır ki? Yanlışdır. 19-cu əsrimi xeyr. 19-cu əsr deyil. Keçdik indi klasterə. Tamamlayan fikri deyir istəyir bizdən. Baxaq görək nə yazıbdı. 17-18-ci əsrləri əhatə eləyir. Bu doğru fikirdir. Deməli biz klasterimizi doğru fikirlərlə tamamlamalıyıq. Baxaq indi variantlara. Buradan başlayır. Bu dövrdə ənənəçilik yekunlaşır, novatorluq aparıcı olur. Yox. İkisində birdən verdiyinə görə düzdür? Hə, 17, 18-i verib də. 17, 18-i ənənəçilik yekunlaşır demək mümkün deyil də. Ona görə bu yanlış fikirdir. Bunu çıxartdım. Hər ikisi aparıcı gedirdi. Sadəcə 18-də novatorluq ənənəçilik üstələyirdi. Birdə elə bir fikir yoxdur. Şifahi xalq ədəbiyyatı yalnız dastan yaradıcılığı ilə məhdudlaşmırdı. Əlbəttə, doğrudur. Bu dövrdə mənzum hekayələr də yazılırdı. Demək mümkündürmü? Mənzum hekayələrdə yeni ədəbi hadisənin göstəricisi qoşma və müxəmməs janrları idi. Aha, bu doğru bir fikirdir. Bu düzdür. Deyir, bu dövrdə mənzum hekayələr də yazılırdı. Mənzum hekayələr sadəcə bu dövrə aid deyildi. Yəni biz bunu, bu fikri nətər bu dövrlə əlaqələndirə bilərik ki, yeni dövrün birinci mərhələsi deyirsə, bu sadəcə həmin dövrə aiddir. Axı mənzum hekayələr ta Nizaminin dövründən yazılıb da. Bu dövrə aid olan səciyyəvi xüsusiyyət deyil. Ona görə 3 səhvdir, yoxsa 3 doğrudur. Yəni hekayə yazılıbdı bu dövrdə də, deyə bilmərik ki, yazılmayıbdı. Amma sırf birinci belə yeni dövrün birinci mərhələsinə mi aiddir? Xeyr. Buna görə doğru cavab burada olacaq 2 və 4. Hansı variantdır? C variantı. Keçdim 17-yə. Yeni dövr birinci mərhələsinin əvvəlki dövrlərdən fərqləndirən məqamları müəyyən edək. Eləyək də müəyyən. Nə deyir bizə burada? Tarixi epik poemaların bədii nəslinin ardıcıl yaranması deyə bilərikmi? Bəli, deyə bilərik. Mənzum hekayələrin yazılması xeyr, deyə bilmərik. Yəni bu yenə bayaqkı məsələdir. Yəni bu fərqləndirmir axı. Əvvəllər də olub bu hadisə. Sadəlik, xəlqilik, realizm güclənməsi, düzdür, poema janrında əsərlərin olması. Var idi, bu dövrdə də var poema, amma sadəcə buna mı aiddir? Yox. 1-3, Y bəndi. 18. Qürbətə bağlama bel, tərk eləmə tez vətəni, hər quşa öz yuvası, hər kişi öz vətəni beytinə əsasən cədvəldən uyğun fikirləri seçmək lazımdır. Uyğun deyirsə, doğrudan doğrunu götürürəm, yanlışdan yanlışı. Baxam birinciyə. Nə deyir burada? Bir də. Beytin müəllifi dövrün zülm və haqsızlıqlarına etirazını bildirir. Tamamilə doğru bir fikirdir. Götürdüm biri. Beytin müəllifi dərdinə şərik çıxan bir həmdəminin olmamasından şikayətlənir. Deyə bilərikmi bunu? Həmdəminin olmağından şikayətlənir demir axı. Burada həmdəmdən danışmır. Fikir verin, deyir ki, burada vətəndən danışır. Deyir, tərk eləmə tez vətəni, hər quşa öz yuvası, hər kişi öz vətən. Burada axı həmdəmlikdən danışılmır. Deməli, bu 2 yanlışdır. Keçdim bu birisi cədvələ. Müəllifi Təbrizdən kənara çıxmamış, onun şəninə bu beyti yazmışdır. Burada Təbrizdən danışılırmı? Yox. Burada ümumi olaraq vətəndən danışır. Orada xüsusilə demədi ki, ay nə bilim Təbrizdən kənara çıxmamışam, nə bilim belə bir şey yoxdur. Və hətta belə də götürək ki, fikir ver, deyir qürbətə bel bağlama. Deməli bu hardadır? Bu qürbətdədir ki, deyir qürbətə bel bağlamada. Millətə deyə bilər ki, bu adam Təbrizdən kənara çıxmayıbdır. Burada elə bir fikir yoxdur. Əksinə, hətta buradakı fikrin əksi var. Müəllif Təbrizdə deyil ki, vətənə aid olan fikir, şeir yazıbdır. 4-də deyir qəzəlin ilk beyti kimi qafiyələnən beytdə inversiyadan da istifadə olunubdur.
Baxım görüm, inversiya varmı? Qürbətə bağlama bel, bel bağlama olmalı idi. Bəli, qəzəlin ilk beyti kimi qafiyələndirmə, bəli, vətənli vətəni AA formasındadır. Bu doğru fikirdir. Nələri götürdüm? 1-dən 3-ü götürdüm. Cavabım oldu A variantı. Keçdik 19-a. Molla Pənah Vaqif və Molla Vəli Vidadini veribdir. Baxaq görək nə deyir bizə. Əruz vəznində qəzəl janrında əsərlər yazıbdır. Bunu yazıbdır deməli Molla Pənah Vaqifə. Əruz vəznində qəzəl janrında yazmaq hər ikisinə aid bir fikirdir. Bunu sadəcə bura yazdığına görə yanlışdır. Bir olan variantı atdım. Epik əsər müəllifidir. Epik əsəri yoxdur. 2 olan variantlar da beləliklə getdi. Gəldi 3-ə. Həm ikilik, həm dördlük şəklində yazıb. Hər ikisinə aiddir. Ortaqda yazıbdır. Deməli doğrudur. Müxəmməs müəllifidir. Bu hər ikisinə aid bir fikirdir. Bilirik ki, Molla Vəli Vidadinin də müxəmməsləri var və Molla Pənahın da məşhur görmədim müxəmməsi var. Bu da doğrudur. Kədəri şəxsi kədər deyil. Molla Vəliyə yazıbdır, düz yazıbdır. İctimai kədərdir. 6. Heca vəzni qoşma janrında yazıb. Bu doğru fikirdir əslində Vidadi üçün. Amma bunu sadəcə Vidadiyə yazdığına görə səhvdir. 6 əslində ortaq olmalı idi. Doğru cavab burada olacaq A bəndi.